Hamı buradadır. Heç yerə ayrılmayın. Maşını zərətqadan ayırıb gəlirəm. Bu arada bu müddətdə videonu bəyənməyi, dostlarınızla da bölüşməyi unutmayın. Şərh də yazın, çünki çox maraqlı hadisələr baş verir. Qəşəng söhbətlərim var sizinlə. Döndərəndə yamalara düşəndə belə yüngül podklinika sürtmə ola bilir. Baha görə hələ bir xəyyam gəlin qəbuluna düşə biləcəm. Çin markası aldım. İndi Instagramdan izləyənlər artıq bilirlər onu. Təxmini olaraq 8000 kilometrlik bir məsafəmiz olacaq. Elektrikli avtomobillə eləyəcəm bu səfəri. Tokman Paçevnik biçli bir yerdədir. Maşın gələndə indi də düzdür, biraz tanınmaz aldı da, amma 19'luq disklərlə, qış təkəri ilə maşın elədir. Sözün əsl mənasında Niva'dır da. Ümumi vəziyyət bu formada maşın hazırda razıqdadır. Qiymətlərə gəldikdə isə sizə belə göstərim. Deməli, bugün gedirik xəyyamın yanına. Baha görə hələ bir xəyyam gəlin qəbuluna düşə biləcəm. Çünki 6-cı gündür və 6-cı gün ümumiyyətlə bütün servislər dolu olur. O cümlədən xəyyam gəlin servisi. Əvvəlcədən ona görə yer tutmamışam, xəbər eləməmişəm deyə deyirəm, dəyişə bilərik. Bunun üstünə bu qədər düşməyimə səbəb, həmçinin Instagramda da izləyənlər artıq gördü ki, təkərləri də dəyişmişəm, qış təkərlərinə keçmişəm. Mən də yadınıza gəlsə, öncəki vloglardan 19'luq Gemini disklərimiz var idi, maşın üzərində gələn, biz onları saxlamışdıq. Saxlama səbəbi isə təbii ki, qış gələndə üzərinə qış təkərləri vurmaq idi və o gün gəldi, çatdı. Nəhayət ki, zülmlə də olsa Azərbaycanda 255-50-19 nəhayət ki, tapıb maşın üzərinə vura bildi. Çin markası aldım. İndi Instagramdan izləyənlər artıq bilirlər onu. Linglong'dur, amma Serbiya istehsalıdır, Avropa bazarı üçün olan istehsalıdır. Ümumi feedbacklərinə baxdım. Rusiyada, Gürcüstanda da kifayət qədər çox istifadə olunur. Həmçinin Avropada ilk 20'likdədir. Təsəvvür eləyin, satışlarına görə ilk 20'likdədir. Ona görə maraqlı gəldi mənə də, təkər feedbacklər də pozitiv idi. Ona görə götürdüm. Qış təkərlərinə keçməkdə səbəb Şahdağa, Tufandağa və s. getmək deyil. Əslində hər zaman xəyalım olub ki, öz avtomobilimlə çox uzaq bir səfərə çıxım. Düzdür, bunu silsilə formada təkrarlayacağam, təkrarlamayacamsa o artıq sual altındadır. İnanmıram ki, davamlı şəkildə təkrarlayayım, amma ən azından bir dəfə də olsun mən uzaq səfərə çıxmaq istəyirəm ki, öz avtomobilimlə onun marağını görüm və Azərbaycanda bir ilk olaraq elektrikli avtomobillə eləyəcəm bu səfəri. Təxmini olaraq 8000 kilometrlik bir məsafəmiz olacaq. Son hazırlıq işlərimizdir. Bu vlogda həm biz Stupidsan Paçevnikin dəyişilməyi, həm sizə təkərləri göstərəcəm, onları izah eləyəcəm. Həm də görək bir maşın bazarına dəyək də, baxaq görək zəncir tapa bilirikmi? Çünki həqiqətən çox hündür bir məsafəyə gedirik, çox böyük bir yüksəkliyə çıxırıq. Maraqlı olacaq məncə. Ümid edirəm ki, zəncirli bir məsələ olmaz. Çünki bu təkərlər üçün, bu ölçü üçün də zəncir tapmaq həqiqətən çətindir. Amma istənilən halda çalışacağıq ki, tapaq, ehtiyatımızı əldən verməyək. Baxın, bu belə. Yeni yeri buradır deyəsən. Mən də birinci dəfədir gəlirəm. Xəritədə belə göstərim sizə. Biləcəri qəbirstanlığının yanıdır. Bura artıq 9-cu mikrorayonda onun aşağı hissəsidir. Biləcəri istirahət mərkəzi, gəlib sağa dönürsünüz. Sizin üçün Google Maps linkini aşağıda açıqlamalar bölməsində yerləşdirəcəm. Baxın, belə bir ərazidir deyəsən. Baxaq görək, düz gəlmişikmi? Teslaları gördük. Teslalar buradadır. Da maraqlı, genişlikdir. Bir də baxaq görək, nəsə burada daha çox işıq üzü görürük. Salam əleykum. Düz gəlmişik. Qəşəng böyük bir anqardır. Xəyyam burada bizim maşına yer axtarır. Xəyyam xeyirli olsun təzə servis. Sağ ol, çox sağ ol. Qəşəng servisdir, maraqlıdır. Yerlər, podyomniklər çoxdur. Neçəsi sizindir? Belə maraqlı stollar da hazır servisdə var. Bizim maşın gözləmədədir. Gəlin sizə qış təkərləri göstərim. Bayaq demişdim ki, təkərləri göstərəcəm. Şporları belə. Qəşəng maraqlı yolka şporları da hazır belə özüm döndərib saxladım ki, kadrları da göstərim. Sportmaster Winter'dir. Deməli 255-50-19-2025-ci ilin 23-cü həftəsidir. Burada yazılıb. İndi nə qədər kadrlarda düşürsə Linglong'dur. Baxın belə. 50'nin bir məsələsi var ki, qış təkərlərinin qıraqları çox dik olduğuna görə 50'nin bir məsələsi var ki, burada fikir versinizsə, döndərəndə yamalara düşəndə belə yüngül podklinika sürtmə ola bilir. Yəni 50 bu hissəsi hündür olduğuna görə yüngül sürtmə ola bilir. Yay təkəri 50 olsa qətiyyən narahatlığı yoxdur. Və plus spacer da var deyə biraz da çıxıntılıdır. Baxın, bu misal spacersızdır. Bu isə spacerlandır. Yəni arxaya 15'lik spacer qəşəng görünəcək görüntü olaraq da. Xəyyam söküb dağıtdı buraları. Heç nə saxladı.
bizim stupitsam Paçevniki. Bu boyda Paçevnik mi olar? Bu da təzəsi. Tokla paçevnik ikisi bir yerdədir. Bəzən müştərilər düşünür ki, paçevniki ayrıca dəyişmək olar, amma bu bir-birinə pres olunmuş vəziyyətdədir. Yəni bu detal subor halda, bu halda dəyişilir. Bəzi maşınlarda amma ayrı-ayrı dəyişmək olur da. Ayrı dəyişmək olur. Ha, amma bunda Orijinaldır. Birə-bir eynisidir. kodunu da buradan göstərək də belə. Birdən şübhəsi olan olar da, olur da ki, qardaş bu olur, orijinaldır, orijinal deyil filan söhbətlər olur. Yəni yan-yana da qoyaq, bu üstdən çıxandır. Paslanmağı normaldır. Baxın birə-bir eyni. Deməli bunu da burada kodu, QR-ı burada, kodu burada. Baxın belə. Bağlayaq yerinə. O vaxt niyəsə dəyişməmişdi, bilmirəm, heç ağlımıza da gəlməmişdi. Bəzən olur ki, zərbə olsa belə stupitsa dağılmır, amma səndə maalesef ki dağılır. İndi sonra keçəcəyik qabağa. Qabağa da baxaq görək nədirsə. Bu da spacerimiz. Hər videoda soruşursunuz, hər videoda. Reels paylaşıram, story paylaşıram, spacer soruşurlar. Bir də ambient işıqları. Tesla sürməyənlər Tesla'nın altı ilə həmişə maraqlanır. Buradan batareya başlayır. Buraya qədər. Buradan isə artıq reduktor və ümumi askı sistemi. Arxanı bağladıq əyyam yerinə. İndi bunların kalpaçoklarını da tapaq gərək. Bir də qəşəng Highland var. Məsələn, performansdır, salon ağ. Bir də logo göstərim burada. Performansın özəlliyi logosu. Çox qəşəng maşındır. Nə bunun salonuna baxın. Çox bombadır da bu salon. Yəni özdə ağ salon, ağ maşın, ağ salon. Çox qəşəngdir. Laçında bizimlə gələn bir dənə belə Highland var idi. Onu da test eləmişdim Laçın yollarında. İnanılmaz möhtəşəm bir quruluşdur da. Konkret, yəni arxitektura falan hamısı təmiz dəyişiblər. Biz Highlanda baxana qədər xəyyamca başlayıb sökməyə. Spacerimiz. O yapışıb xəyyam bura. Bağlantısı var idi axı burada. Ha, doğrudan bizim bir də boltumuz var idi. Hə, yaddan çıxıb qocalırıq. Niyəsə ən çox səs eləyən bu tərəf idi. Bunu dəyişək, canımız qurtarsın. Bir dənə qalsın bizdə burada qış təkərinin səsi. Başqa heç nə qalmasın. Yoxsa 70-dən sonra başlayır ulamağa. Bu da qabaq paçevnik. Bunu da dəyişdi artıq xəyyam. Bacar da, bu uşaq bacar da. O deyir, altına nə maşın versən sürət teması deyə. Hə, bax sən də əlvə hansı maşını versən, söküb 2 dəqiqəyə həll eləyər. Onu evakuatora yazmışdım. Onu evakuator sürəndə yazmışdım. Valla sən evakuatorlardan tapdın. Allah Allah. Bu arada Xəyyamın YouTube-da qəşəng kanalı var. Maraqlanan izləyə bilər. Açıqlamalarda linkini də yazacağam. Qəşəng kontentlər çıxarıb da. Xəyyamın modelisi var, gedək göstərim. Modelisi Gürcüstanda yığmağı, evakuatorda gəzdirməyi filan hamısını bir vlog kimi bölüşüb. Modelisi ümumi göstərim. Bu formada səhv bilmirəmsə 2023 olmalıdır. Disklər 19-dur. Ağ salon. Maşın gələndə indi də düzdür biraz tanınmaz haldadır, amma gələndə əzi yüzü idi deyə ümumiyyətlə tanınmaz haldaydı. İndi hazırda demək olar bütün aksesuarları artıq yerini alıb. Burada sadəcə qalıb üst hissədə belə deyək, kapotdur, bagajın iç hissəsidir, krılalardır, buferdir. Ancaq bu hissələr qalıb. Yəni burada ciddi bir şey qalmayıb. Salon da belə. Görüm açıqdırsa, açıq. Ağ salondur. Çox qəşəngdir salonu. Airbaglər atıb, indi bunlar hamısı dəyişiləcək. Bunlar dəyişilir. Hazırda işlək vəziyyətdədir. Keçmədi. Hə, indi keçdi. Gedir maşın işlək vəziyyətdə. Çox sürmək istəmirəm. Plate sükanıdır. Yəni maşın özü plate olmasa da, istəyən olsa kimsə belə plate ilə sifariş verə bilər. İstəyən olanda round scan sifariş verə bilər. Amma sizə deyim, çox gözəldir. Rəngi də çox gözəldir və bu göylə ağ salon ideal yaraşır da yəni. Qaydaq öz məsələmizə. 19-luq disklərlə, qış təkəri ilə maşın elə bir sözün əsl mənasında Nivadır da. Hə? Bağlıysan ki? Yekunlaşdır. Yaşa. Qıraq yerinə. Bu da qabaq spacerimiz. 10 milli. İşimiz yekunlaşdı. Hər iki tərəfi də düzəltdi xəyyam. Yenisi ilə daha doğrusu əvəz elədim. İndi bu disklərin ortası üçün kalpak lazımdır. Sklada gedəcəyik. Gedək baxaq görək skladda Xəyyamgilin təzə nələri varsa. Xəyyamgilin skladı.
Xoş gəlmisən bir daha. Nə istəsən o. Xəyam axırıncı dəfə buranı çəkəndə harsa bir aşağı yuxarı 1 il bundan qabaq idi də. Çox az hissə var idi. İndi maşallah hə tərpənməyə yeri yoxdur. Amortizatorlar, nə bilim askı sistemi filan nə istəsəz var da burada. Sezondur. Filtr, hava filtri, kondisioner filtri. Kim istəsə ən çox Pisi gələndə, qovşanda qopub pisi gələndə ləmlərdən biri. birbaşa o filtrdəndir. Burada da patkliniklər hamısı var. Darnik, patklinik, askı sistemi, bufer, nə istəsəz var. Orada mən disklər filan görürəm, salon hissələri görürəm. Xəyyamın təbii ki nömrəsini bir çoxları artıq bilir, məni izləyənlər Instagramdan da səhifələrini bilir, Tesla Land. Yəni kim istəsə salon hissələri də var hətta. Belə, burdan da bu qədəri gedək Razvala. Çıxdıq Tesla Landdən, Xəyyamın yanından çıxdıq. Yəni maşını test eləyirəm, əməlli başlı səssizliyi var imiş maşında. Mənim üçün 70-dən yuxarını hiss eləyirdim ki, bir dırıltı səsi gedirdi, gəlirdi. Ən çox da sükanı döndərəndə sağa, sola. Sağa döndərəndə itirdi səs, amma sola döndərəndə daha da artırdı. Ən çox da uzaq yollara, rayona falan gedəndə. Belə indi gedirik, görək çata bilsək, saat 5-ə işləyib, çata bilsək, radiusa gedirik. Birdən kiçik bir nüans da olsa, bir hansısa bir əyrilik falan olar, təkər yeyirlər, heyfdir də təkərlərimiz. Ona görə gedək bir yaxşı razvalımızı edəyək. Deməli əslində razval yerləri çoxdur. Bir xeyli yerdə razval eləyənlər var, amma bir çoxu proqram olmadan ümumiləşdirib razval eləyir. Radiusda sırf olaraq Model Y-nin öz proqramı var ki, onun üzərindən, yəni standartları və s. hər birini onun üzərindən təyin eləyib, yəni razval eləyirlər. Ona görə bilmirəm, reklam deyil, yəni açığı tövsiyə xarakterlidir. Çünki heç vaxt şikayətim olmayıb. Düzdür, indi ola bilər də kimsə şikayətçi olsun, kimdəsə nəsə problem olsun və s. Amma məndə heç vaxt problem yaşamamışam. Maşın hazırda razvaldadır. Biz də burada qəşəng kofemizi içirik. Təxminən 15-20 dəqiqə yəqin ki çəkəcək burada iş. Ondan sonra çıxırıq. Maşınımız burada hazırdır artıq. Razvalını da elətdirdik. Askı hissəsi artıq tam olaraq hazırdır. Qiymətlərə gəldikdə isə sizə belə göstərim. 25 manat 65 qəpik tənzimlənmədir. İnspeksiya isə 17 manat 10 qəpik. Belə desək hardasa 42 manat razval işləri. Normaldır. Çünki burada da qeyd olunduğu kimi mürəkkəb konstruksiyalı avtomobil. Bizim maşınımız mürəkkəb konstruksiyalı avtomobildir. İzlədiyiniz üçün çox sağ olun. Növbəti videoda görüşənədək, bir də videonu bəyənməyi, şərh yazmağı və dostlarınızla bölüşməyi unutmayın. Növbəti videoda çox maraqlı bir vlog sizi gözləyir. Çünki bir səyahət vlogumuz olacaq. Görüşərik.